Bir daha hər birinizə təşəkkür eləyirəm. Hər birinizə minnətdaram. Kim məni izləyir, kim baxır, yəni dəstəkləyir. Bu günə qədər mən demək olar ki, orada hər kəsdən xoş söz eşitmişəm. Yəni bir-iki dənə də belə də, yəni beyinsiz insanlardan başqa hər kəsdən xoş söz eşitmişəm. Hər birinizə təşəkkür eləyirəm. Hər şey əladır, hər şey yaxşıdır. Sağ olun, var olun. Yəni böyük çöküşdən qurtardınız məni. Bax, orada mənim videolarım var. Oturun, izləyin. Bax, orada bax o mənim səhifə hələ nə qədər çoxunu o paylaşdıqlarımı təkrar paylaşıram. Yəni bilirsiniz, bax, onları oturub bir nəfər, bax, düşünən bir insan, orada mənim az, çox, biraz bəzi öz şəxsi sözlərim var. Qalanım mən əsrlərdən bəri sülüb gələn müdrik kəlamlardır. Onları belə düzüb qoşmuşam. Onlara təsəlli tapmışam və o videolar, o söhbət, orada hər kəlmə öz sözünü deyir. Mən əslində, bilirsiniz, mən nə istəyirdim, heç özüm də bilmirəm, nə istəyirdim. Mən bu əqidə, bu məzhəb savaşlarından, bizim ölkəmizin içindəki bu şeylərin, bunların belə də fonunda mən çıxmışdım Allah axtarışına. Amma gəldim elə bir yerdə, elə bir yer çıxdım ki, yox, sən Allah nə deyirsən, sən Allah tapa bilmərsən, sən özünü tap. Başladım onda özümü axtarmağa. Bu özümü axtarış yolunda isə axtardım və ən sonunda bütün bax bilikləri topladım, bildim nə və mən sizin sayənizdə nə olduğunu bildim. Mən o videonu paylaşdım, bilmirdim heç mən nə etməm. Sadəcə mən həmin gün əsəbi idim işte bu mövzuda mübahisə. Mən onu paylaşdım ki, belə də, yəni bilsəniz, bilməm sonra nə olacaq. Eləcə qalsın da görüm nə olacaq da. Yəni silinər telefonda, qoy orada qalsın. Mən onun elə anşlaq yaradacağımı bilmirdim. Və ondan sonra başa düşdüm ki, mən, yəni əslində mən nədir məsələ, yəni özüm də bilmirdim. Çünki onu mən istəyən də olmamışdı. Mən tək başına gəldiyim yol idi. Və mən bu tək başına gəldiyim yolda, qurban olum sizə, ayağınızın altında ölüm. Məni eşidirsiniz, bax, sizin məzhəbiniz, dininiz, mənim üçün burada məni dinləyən, Azərbaycan Respublikası, mənim üçün Azərbaycanlı olmaq üstündür. Bax, bir dənə kəlmə deyirəm. Mənim üçün millətim olmaq üstündür. Çünki sən nəyə inanırsan, inan. Sabah sənə mən, qardaş, iki qardaş çiyin-çiyinə gedib biz yenə də Qarabağda düşün. Bizlə nə gəlib ərəb döyüşməyəcək, nə də fars döyüşməyəcək, nə də o birisi. Mənim millətim, qardaşım, inad seçimdir, qardaş. Hər bir kəsin iki dənə mənsubiyyəti var. Milli mənsubiyyəti, bir də dini mənsubiyyəti. Milli mənsubiyyət bizim milli kimliyimiz, vətən, yəni daşıdığımız ad, soyad, atamızın adı, bu dəyişməz faktordur. Heç kim milli mənsubiyyətini dəyişə bilməz, heç kim. Amma dini mənsubiyyət bir seçimdir. İstəyirəm xristiyan olaram, istəyirəm müsəlman olaram və bunun haqqında da heç bir qayda, qanun yoxdur. Mən, bax, əzizlərim, bax, bütün bu videolar boyu, paylaşımlarım boyu, bax, getdim, çıxdım, sizə bax, göstərdim ki, bax, əzizlərim, bu dünya qaydasız bir dünya olub. Bu mən bunları demək haqqım yoxdur. Yəni dostlarıma deyirəm, mən bunu elə-belə öz aramızda danışırıq. Bu dünyada nə var insan yaradıb? Bax, ilk hərfi də, deyirəm ki, bax, ilk hərfi də, ilk söz, dünənləri sıfırın, bax, necə yaranmağı haqqında, bax, video çəkib paylaşdım. Maraqlı bir şeydir, sıfır necə yaranıb? Sizcə necə yaranıb? Bir dənə Hindistanlı alim belə daşıb, ucu şuş daşıb, qumdan çıxardıb, o yerdə qalan deşiyinə sıfır deyib. Hər şeyi nöqtəsinə kimi, kağızı, ruçkanı. Sizsə, bax, bir dənə indi bax, bugün sizə qurban olun, bax, bacım, qardaşım, anam, səni başımın içində 1 kiloluq ət səni aldatdığı halda sən kimə inanırsan? Bir dənə sual verirəm də, kimə inanırsan? Deyirəm ki, burada 4 santimetr sümüyün altında oturan ətcəbalas bütün səni yaşadır. Şok deyə bu. Bununla mübarizə apara bilmirəm. Mən, bax, görsə aqressivəm. Mən deyiləm, o it kimi, bax, odur. Bax, nə deyiləm, onu düzəldəmirəm, bax. Onunla mən mübarizə apara bilmirəm, bax, ki. Məni bu aldatdığı halda, mən kimə inanıram bu həyatda? İnamsa nədir? İnan bilirsiniz nədir? Bax, buradan deyəcəm ki, durun biriniz mənlə gedək, durun gedək uşaqlar Qubaya. Nə Qubaya? Sən mənə tanımırsan, eləmir, gedərsən Qubaya. İnamsa səni Quba yox, bax, aparat Suriyada belə, səncə, orada döyüş tutturacaq. İnam belə şeydir. İnam səni hər yol aparacaq. Və sən bilmirsən ki, mən ona qədər izah elədim. Sənin boş başında
doğulanda inamın yeri var. Orada qəlbi var. Sən inamsız çökərsən. Bax fikir və namaz qılmayan adamlara baxın. Hamı narahatdır. Görürsən hansı məzhəbdə bu. Görürsən. Elə ki səncə bu beynin əslində bunun ölümdən sonra heç bir şey yoxdur. Ölümə qədər bunun heç bir informasiyası yoxdur. Sadəcə güya bu bizi üçün nəsə eləyir, narahatdır da bizi üçün çalışır. Və bu həmişə hara gedəcək, çünki ona hədəf yazmamışıq. O hədəf yoxdur deyə və bizi qoruyur deyə daima hara gedəcək, hara gedəcək. Ona görə bizi gah bura aparır, gah bura. O namaz qıldı, bu namaz qıldı. O inan boşluğu ki, nə qədər boşdur, o bizi sabit qoymur. Biz inanmalıyıq. Nəyəsə inanmalıyıq. O inanandan sonra təsəlli tapırıq. Ona görə də bu bizi məcbur eləyir ki, kör təbii gedib hər şeyə inanırıq. Bunun yerini də sizə izah edirəm. Niyə inanırıq? Hardadır o? Burada. İndi gəldik seçimə. İndi bax, bu dəqiqə ətrafımızda da ki, nə qədər istəyən din. Mən də bax, təqdimat olaraq, nə dedim? Dünənlər ateizmdə araşdırdıq, ateizmdə dedim. Və sonda gəldim, bax, ən yaxşı halı ilə, bax, sonuncu peyğəmbərdə, sonuncu dindir. Dünyada bir çox dinlər gəlir və sonuncu peyğəmbər, sonuncu din və sonuncu peyğəmbərin dilindən çıxan bax, ən mükəmməl kəlmə, la iləhə illallah. Bütün tanrıları inkar eləyəcəksən, haqqa, əda. Və bütün tanrılar bilsən nədir? Sənə tanrılıq eləyən hər şey. O tanrılıq eləyənlərdən biri elə dinin özüdür. Mənlə Allahın arasında heç bir deyəcəklər ki, dini bizə Allah xeyr. Çünki Allahın hərfi rəqəmi yoxdur, idrak olunur. O sənin fitrətindədir. O sənin, bilirsən, mən bir də izah edirəm. Bunu başa düşən düşmən. Mənim üçün, məni yaradan, mənim, bax, atamın, belə deyir, anamın, necə deyim, fiziki olaraq parçasıyam. Allahın da ruhu olaraq, ruhani olaraq parçasıyam. Və məni necə atamı mənə kimsə tanıda bilər. Və o qədər də mənim yaradanı mənə, ortada kimsə maklerdir. Vəssalam, maklerdir. Bax, bunu deyirdi Peyğəmbərdir. Bax, la iləhə illallah. Bütün tanrıları, bütün tanrılaşmışları inkar eləyəcəksə, sən həqiqətə qovuşasan. Vəssalam, onu da çatmaq üçün bu elə bir şeydir ki, bax, indi sən bir zəif yerin var. O zəif yeri kimə verirsən, götürüb aparacaq da səni də. Götürüb aparacaq Qubaya, nə bilim, Suriyaya, İrana, hara istər aparacaq. İndi bax özün kimə istsən. Qaldı ki, gücün çatmır, cəsarətin yoxdur, araşdıra bilmirsən. Bax, şəxsi işindir, fərdi işin. O sənin ümumiyyətlə şəxsi işindir. İnam sənin şəxsi işindir. Sənin öz məsələndir, daxili məsələndir, başa düşdün, özünün məsələndir. Amma o əhatəli məsələ deyil. Yəni o yerə çatdınsa düşünmə, sən bu yalan dünyada, bu səni aldadan beyninlə, bu beynin səni aldatdığı halda həyatda ikinci sənə bir nəyisə təqdim edilənə inanırsansa, 2 əsr, qardaşım, yaşadığın həyata bax, 40 yaşım var, 40 yaşımı həyatımın heç üstüsə yoxsa 5 ildir yadda saxlamamışam. Mən onu nətər 15 il, 2 əsr o yana nəysə gedib tapıb, düzüb gətirib ortaya çıxarda bilmirik biz. Sən necə gedib, bax, ona görə deyirəm də, bax, tanrılaşmış, bax, bu TikTok bir tanrıdır. Səni nə idarə eləməyə çalışırsa, sonra onları inkar eləyəsin. Çünki sən azad yaranmışsan, sən qanun, tabi olacağın qanunlar, dövlətin qanunlarıdır. Vəssalam, sən başa düşməlisən ki, sən get istəyirsən hansı məzhəbdə qulluq etsən, cinayət törətsən, tutub atacaqlar quralından. 20 il sən də dövlətin küncündə yatarsan orada, sonra da ölüb cəhənnəmə vasıl olasın. Hara gedəsən ki, elə bilsən ki, gedəsən sonra, yoxdur elə şey. Sənə onu deyirlər, hara gedəsən, öləsən, cismin qalacaq, ruhun qalacaq. O ruhundakı mənlik, o mənlik mən deyiləm. Bu ruh mən deyiləm. O nə bilim kimdir, mənlik öləcək, vəssalam, mənim üçün qapı qəbirdir, qutardı, dədəm də oradadır, babam da oradadır, ki, əbədiyyət yoxdur. O ruhani bir şeydir, yenə deyirəm, mən burada oturmuşam, bəlkə də Vladimir İç Leninəm,
Mənim ruhum Vladimir Lenindirsə, o mən hardan bilə bilərəm. Yəni mənim o dərəcədə ağlım işləyir də. Yəni mən artıq yəni o bizim o qurban olduğumdan alıram da bu savadı. Mən yerdən almıram ki. Mənim üçün var ha, ölüm bu dünyanın bax bir dənə söz deyim. Ölümün aynasında bütün dinlər bir ləkə kimi görsənir. Ölümü idrak edən adam, mən ölümü dərk edəndən sonra bizəncə bütün hər şey mənasızdır. Ölüm mənim üçün bütün həyatıma məna qatır. Ölüm məni, anamı mənə ölüm sevdirir. Balalarımı mənə ölüm sevdirir. Məni, qohumlarımı ölüm tanıtdırır, sevdirir. Ölümə görə qaçırıq bir karobka şokolatalıq kimisə yanına. Ölümə görə balalarımı oxuduram ki, oxusun, yaxşı günlər görsün. Ölümə görə bağ-bağçamı gül eləyirəm, gülistan eləyirəm. Ölüm olmasa, heç belə düşüb belə dur. Bax, ölümün yaxşı cavabını almaq istəyirsinizsə, uşaqlar bu dünyada belə deyək, heç bax o uşaqlar buna səmimi olur, həmişə pak olurlar da. Uşağa bir dənə soruş ki, ölüm olmasaydı nə edərdin, hə? Uşaq duracaq dedi, heç nə. Ən düzgün cavabı verir. Ölüm olmasaydı, sən heç nə eləməzdin. Sən bugün otur, bir dənə bütün günüvi davranışlar var. Bax, hər şeyi ölümə görə eləyirsən. Yuxudan durursan ölümə görə, işə gedirsən ölümə görə, toy eləyirsən ölümə görə, uşaq evləndirirsən ölümə, hər şeyin ölümə bağlılığı var. Otur bir dənə dərindən fikirləş. Bütün həyatımızdakı hər zərrə davranışın ölümə borcludur. Bütün, bax, yenə deyirəm, bax, qohum xəstələnib dəyməyə girsən ölümə görə. Bax, kimsə toya çağırıb getməmisən, getməlisən ölümə görə. Dolayısı yolla hamısının altını ölərəm, ölər borclu qalaram, ölmərəm. Sənin bütün həyatının, bax, səhərdən axşama kimi 24 saatın hər birinin altından ölüm çıxır. Sənsə durmusan, nağıl, gedəcəksən sən əbədi zombi yaşayırsan. Necə bu məntiqə inanırsan? Hansı? Bax, ona görə də mən deyirəm ki, mənim inancımı, mənim təfəkkürümü, düşüncəmin, bax, mənim dərk etdiyimin qarşısında din, bilsəniz, yəni heç nə də mənim üçün bir tanrıdır. Mən yenə deyirəm, mənim üçün yaradan, mən onu kimsə mənə onu tanıda bilməz. Mən dərk elədiyimi, anladığımı bilirəm və əminliklə də bilirəm. Vəssalam, sən nəyə isə inan, mənimsə, yəni yenə deyirəm, mənim üçün, bax, mövqeyin nasıl olmuyor. Mən Azərbaycanlı, bu millətin, bu xalqın, yenə deyirəm, bax, bu ya özümdən hardasa üz-üzə gələcək, ya övladı, bu mənim, bu balaca ölkədə 86 min kvadrat kilometrin içində mənim üçün dəyər var. Çünki biz belə olmuşuq, biz bir yerdə gəlmişik, əsrlərdən sürüb gəlmişik. İndi o boşluğumuzdan tutublar, çəkiblər onu, belə eliblər, bunu belə, hamısı tarixi var. Sənin nəyə inanmağından asılı olmayaraq, məni inanc yox, mənim qardaşlığıma, bu milli mənsubiyyətim, mənim milli bazı qardaşlığım önəmlidir. Qaldı ki, Allahın nəzərinə, mənim millətim elə Allahın nəzərində hamıdan da yüksəkdir. Vəssalam. Yəni, mənim Allaha çatmaq üçün mənim millətim nə ərəb, nə də fars olmalı deyil. Mən bu yəqinliyə çatdım. Öyrəndim ki, belə şey yoxdur. Ümumi dinə isə qalanda, bu son zamanda, bu qlobal dünyada bütün dinlərin ortaq məxrəzi Allahı tanıma, belə deyək də, bir özəyi var. Hər bir dinin, İslamın da var. Heç bir din bir-birindən alçaq deyil, nə də üstün deyil. İslamda da var, Xristianlıqda da var, şərq fəlsəfəsində və bir gün bu son dövrlərdə bu qlobal, hansı ki dövlət yaranır, dünya qlobal, sərhədsiz, virtual. O virtuallığın içində bir özəy çıxacaq ki, bax, bir təmiz, saf, hər dinin içindən eynidir. Bax, eyni mahiyyət daşıyır, eyni. Bax, o eyni mahiyyət, özəy, Allaha bağlılığı çıxacaq ortalığa, bu saxta dinlər onda hamısı çökəcək. O çıxacaq və birləşdirəcək qlobal vahid Allahın dini olacaq. Çünki o dərinə gedəndə, biraz dərindən oturub araşdıranda, bax, İslamda baxırsan, bax, eyni, bax, necə deyirdi Mövlana, baxın da gedir Şəms Təbrizi, niyə gəlib bu günlərə çıxmayıb, niyə, bax, yoxdur ortada. Çünki əsl din o idi, çünki Peyğəmbər onu deyirdi, bax, o dinlə danışırdı. Baxın da, demişəm mən sözümü. Yenə də bax, gedin baxın şərq fəlsəfə, hamısında var, hamısında. O din özəyində sadəcə onu qoyublar. Biz səncə bugün tanrılar idarə edir bizi. Tanrılar. Bax, tanrılar. Bax, baba TikTok.
Bax bir tanrı. Bax nə görürsüz ətrafında tanrıdır. Nə görürsüz? Bir tanrıdır. Biz o tanrıların hakimiyyətindən o bizi idarə edən bax, yəni bu nəfsdir, qorxudur, odur, budur. Bunların inkar eləməliyik ki, biz çünki onlar asılı saxlır bizi. Onlar bizi uzaq tutur. Vəssalam, yəni bu qədər. Yəni mənim mövqeyim biz necə? Mənim tanrıyla mənim aramda heç kim yoxdur, ola da bilməz. O məni yaradıb Allahla. Vəssalam, bizim aramızda yoxdur başqa əlaqə.